Çox təşəkkür edirik. Əziz tamaşaçılar, əziz dinləyicilərimiz, o taylı bu taylı bütün Azərbaycan adımızı tutub yolumuzu gözləyənlər bu dəqiqələr üçün xoş gördük sizin hər birinizi. Doğrudan da ilkin dəqiqələrdə artıq ab-havadan hiss elədiniz ki, bugünün axşamı, bugünkü ovqatın tələbi nədir? Muğam axşamıdır. Bugün doğrudan da sizli, bizli Azərbaycan muğamının seyrangahına çıxacaq. Bu gözəl balaların sayəsində biz ilkin dəqiqələrdə Heyratın muğamına kökləndik. Əziz qonaqlarımız, belə bir fikir var. Deyirlər, bəzən sözlər bəzi fikirləri axıra qədər izhar edə bilməyəndə Heyratın muğam özünü bihudə verir, yəni göstərir. Doğrudan da elə bu dəqiqələr üçün hər birimizin işində, bax burada iştirak edən çox dəyərli, çox hörmətli qonaqlarımız o cümlədə də mən bəndənin Səyyarə Səyyah, içimizdə bir Heyratın muğam qədər eşq daşıyırıq və bu eşqlə sizin qarşınızdayıq. Bugün nə edəcəyikdir? O Naxçıvandır, Nəqşicahandır, Azərbaycanın ümumiyyətlə hər tərəfi gözəldir, özəldir. Amma qədimdən qədim, uludan ulu bugün Naxçıvan torpağının çox dəyərli ziyalıları, söz, sənət, musiqi xiridarları bugün Ovqatın canlı olaraq qonaqları da ilkin dəqiqələrdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri çıxış elədilər. Hüseynov Məcid və Vəliyev Namiq. Mən çox böyük hörmətlə Buta Naxçıvan ansamblını ürəkdən, can ürəkdən salamlayıram. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Bu ansamblın bədii rəhbəri, prezident təqaüdçüsü və xanəndə ilk dəfədir efir bölüşürük. Bəli, prezident mükafatçısı Əbülfəz Məmmədov, siz də xoş gəlmişsiniz. Və mən nəfəs almadan çox dəyərli qonaqlarımızı təqdim eləmək istəyirəm. Tarda Atabəy Qurbanov, xoş gəlmişsiniz. Mahir Quliyev kamançada, Aydın Qocayev kamançada. Bugün iki kamanımız var, bəli. Məmməd Məmmədov udda, hal-hazırda onun musiqisinin sədaları altında Cəngici Dala çıxacağıq və Hüseyin Ələkbərli Balabanda sizi də xoş gördük. Əyyub Məmmədli Nağarada siz xüsusilə xoş gəlmişsiniz. Hər birinizi xoş gördük. Ümumiyyətlə, biz əgər muğamdan danışırıqsa, muğamatdan danışırıqsa, əziz qonaqlarımız, yaşı bilinmir, ömrü insanın və insanlığın yaşı qədərdir Azərbaycan muğamı. Amma bugün Naxçıvanımızda necə təşəkkül tapır, bax belə səslərin, nəfəslərin enerjisində. Xoş gəlmişsiniz, gəlin salamlayaq. Naxçıvan deyir, qəlbin nədir yeri, yaddaşın dərin adıdır. Doğrudan da sənsiz tamam olmur ki, vətənin bütöv adı. Buyurun, xoş gəlmişsiniz. Bir Naxçıvan ovqatına köklənək bugün. Bəli, buyurun. Bu gözəl verilişə bizi dəvət etdiyiniz üçün sizə ilk öncə dərin minnətdarlığımı bildirirəm. Doğma Naxçıvanımızdan, Azərbaycanın ayrılmaz parçası olan qədim diyardan sizə atəşli salamlar vardır. Bu sevgi, istək qarşılıqlıdır. Ovqat verilişi xüsusilə qeyd eləmək lazımdır ki, nəinki Azərbaycanda, nəinki dünyanın hər yerində baxılır, sevilir. Eləcə də doğma Naxçıvanda. Doğrudan da Naxçıvan cəmiyyəti tərəfindən çox gözəl qarşılanır bu veriliş, hər dəfə izlənilir. Çox təşəkkür edirik. Və Naxçıvanda demək olar ki, siz səslərdən sual verdiniz mənə. Naxçıvanda doğrudan da gözəl səslərimiz var, gözəl xanəndələrimiz var. Ümumiyyətlə, Naxçıvan torpağı təkcə bilirsiniz, yəni musiqiçilərlə deyil, həm də söz sənət adamları ilə tanınıbdır. Məşhur siyasətçilərlə tanınıbdır, sərkərdələrlə tanınıbdır. Yəni, Naxçıvan həqiqətən də Azərbaycanın, mən deyərdim ki, bunu mən deməmişəm, bu fikirləri səsləndirən bizim dəyərli insanlarımız olub ki, Naxçıvan Azərbaycanın gözüdür. Doğrudan da belədir. İndi bəlkə də mən yerli-bazlıq eləyirəm burada Naxçıvanı. Yox, həqiqətən elədir. Mən cəmi cümlətən çox təəssüf edirəm. Cəmi bircə dəfə olmuşam Naxçıvanda, Ordubadda. Qarış-qarış gəzmişik o torpağı. Xüsusi bir enerjisi var. Doğrudan da insanlar da o gözəlliyini heç şübhəsiz ki, o torpağın enerjisindən alır. Siz də xoş gəlmişsiniz. Gəlin salamlaşaq, Allah kəlamına bürünək. Buyurun, buyurun, dəyərli sənətkarımız, buyurun. Sizlər necəsiniz? Bəli. Çox sağ olun, minnətdarım. Mən sizi və sizin kollektivi hər birini salamlayıram. Çox sağ olun, bizi dəvət etmişsiniz. Biz də çalışacağıq ki, Naxçıvana xanəndələrindən ibarət olan, ümumiyyətlə, ansambl olaraq musiqi mədəniyyətinin inkişafında olan məlum heyətini, ümumi kollektivi düzgün təqdim etməyi bacaraq. Və musiqilərinizdən inşallah çalışarıq. Sizin ümumiyyətlə proqramınız həqiqətən çox gözəl proqramlardan biri olub hər zaman. Yəni, biz həmişə Naxçıvan şəhəri ümumiyyətlə hər zaman sevibdir sizin proqramı. Biz özümüz də hər zaman izləmişik. Və bugün qismət oldu ki, qismət oldu. Yəni, bu proqramı həqiqətən biz gözləmirdik. Yəni,
Sağ olun, Davam minnətdarım. olsun. Ümumiyyətlə, Azərbaycan muğamı çox mütəqid şəkildə bugün sağlam şeirlərdədir, sağlam əllərdə, sağlam nəfəslərdə, nəsildən nəsilə ötürülür. Naxçıvanda, bəli, muğamın bir pedaqoq kimi, bir müəllim kimi uzun illərdə əmək verirsiniz. Gəlin təfərrüata varaq. Buyurun. Deməli, Naxçıvanda ümumiyyətlə... Naxçıvan muğam məktəbi nə ilə fərqlənir? Hansı tərəfi? Yəni, onu qeyd etmək istəyirəm ki, Naxçıvanda ümumiyyətlə Azərbaycanı götürəndə Naxçıvanın özündə də xüsusi musiqiçilər olubdur. Hər zaman öz sözünü deyən musiqiçilər olub. Mən onlardan birinin adını çəkə bilərəm, Əkrəm Məmmədli. Bəli, çox dəyərli ustad sən. Ondan sonra bizim, məsələn, Ramiz Mirişli vardı. Bizim gözəl bəstəkarımız, Naxçıvan torpağının yetirməsi. Eyni zamanda bizim gözəl xanəndələrimiz olub. Məsələn, Hüsnü Qubadov illərlə burada opera teatrında fəaliyyət göstərib, Məzlum atası obrazını ifa edibdir. Yəni, çox gözəl səsə malik olan xanəndələrimiz olubdur. Mən Naxçıvan muğam məktəbinin ilk olaraq tədrisindən başlamaq istəyirəm ki, nə vaxt başlayıb. Bu, Ulu Öndərin təşəbbüsü ilə, deməli, 1975-ci ildə Naxçıvanda orta ixtisas musiqi məktəbi yarandı. O zaman Naxçıvanda, yəni, belə deyək, kadr qıtlığı var idi. Yəni, ona görə də bəzi kadrlar, deyək ki, Bakıdan və digər bölgələrdən dəvət olundular ora. Onların içərisində xanəndə ixtisasında bizim, mən deyərdim ki, bizim hər birimizin ustadı olan Dilqəm Məhrəmov. Düzdür, o qədər də tanınmayıbdır, amma o çox böyük sənətkar olubdur. Çox böyük sənətkar olubdur. O 1975-ci ildə Naxçıvana təyinat alıbdır və orada ilk olaraq xanəndəlik sinifi fəaliyyətə başlayıb. Və onun yetirmələri olub, Allah rəhmət eləsin, mənim müəllimim Azərbaycan Respublikasının əməkdaşıdır Qurban Qasımov. Sonra Hünər Əliyev, Naxçıvan Muxtar Respublikasının əməkdaşıdır. Onlar, yəni ki, o ənənəni davam etdirərək sonradan sıra mənə gəldi. Və bizim çox sevimli, şəxsən mənim tələbəm olan 4-cü televiziya muğam müsabiqəsinin qalibi Sərxan Bünyadzadə Naxçıvan muğam məktəbinin yetirməsidir. Bu sonuncu muğam müsabiqəsində Rəna Mehrəliyevə də Naxçıvan muğam məktəbinin yetirməsidir. Yəni, bu onu göstərir ki, Naxçıvanda muğam tədrisi, muğam məktəbi öz axarındadır. Yəni, müqtədir şəkildə davam edir. Bəli, mən bir şey qeyd etmək istəyirəm. Yəni, Qarabağ muğam məktəbi, Şamaxı muğam məktəbi. Yəni, orada, məsələn, Ras muğamı götürəndə biz oxuyuruq ki, kitablardan. Ras muğamı Şamaxıda digər şöbə və güşələrin ifa olunurdu. Deyək ki, Qarabağda ayrı şöbə güşələrin ifa olunurdu. Bu, muğamın, belə deyək, yəni bölürdü. Mən Üzeyir Hacıbəyova həmişə rəhmətlə anıram. Eyni zamanda bizim hər birimizin ustadı olan Seyid Şunskini. Çünki onların böyük əməyi sayəsində Azərbaycan muğam məktəbi yarandı. Və o sistemləşdirdilər. Konkret olaraq deyək ki, Şur muğamında hansı şöbələr var, onlar olacaq. Ras muğamında hansı şöbələr var, onlar olacaq. Və bütün Azərbaycanda eyni proqram üzrə tədris olunur. Eyni zamanda Naxçıvanda da. Yaxşı, onda qulağımıza nə belə bir şayə gəlir? Çıxır ki, məsələn, Naxçıvanda Seyga, Bayatı Şiraz və Ras muğamı daha çox oxunur. Bilirsiniz, Naxçıvan... Düz, biz bölgəçilik meyilləri salmırıq. Qətiyyən biz sizin tərəfinizdəyik bu mövzuda. Ras muğamı haqqında danışanda, Ras muğamının xarakteri belədir ki, yəni ağsaqqal bir kişinin nəsihəti. Naxçıvanda ümumiyyətlə düşünüb sözü deyirlər həmişə. Yəni bu duyum var. Yəni sözü elə belə demirlər. Yəni düşünüb deyirlər. Ona görə də düşündürücü muğamlara daha çox qulaq asırlar Naxçıvanda. Bəli, dərin oxuma tərzi. Bəli. Yəni duyğu daha çox önəmlidir də. Bəli. Və bugün əziz tamaşaçılar, əziz dinləyicilərimiz, madam ki, biz bizim çox dəyərli sənətkar Əkrəm müəllimin adını çəkdik. Mən Afaq xanım redaktorumuzdan xahiş edirəm. İmkan varsa Əkrəm müəllimin bir canlı telefon bağlantısına qoşaq. Onu da bugün üçün fikirlərini eşidək. Çox məmnun olaraq bundan. Və bugün əziz tamaşaçılarımız, bugün bir neçə qonaqlarımız Naxçıvandan təşrif buyuran, müxtəlif bugün səslərin harmoniyasında, o enerjidə öz daxili tarazlığımızı və sabitliyimizi əğz eləyəcəyik özümüz üçün, amma şur təsnifini bəlkə, hə? Elə ilkin dəqiqələrdə gəlin dinləyək sizin təqdimatınızda. Bir həm də sizi canlı-canlı dinləmək imkanına malik olaq. Buyurun.
seni sevdim ben. Biraz da sen beni sev. Sakit olsun, oy sakit olsun yüreğim. Biraz da sen beni sev. Sakit olsun, oy sakit olsun yüreğim. Kur'an sana qənim olsun, hanım əllə, yar hanım əllə dostum. Kur'an sana qənim olsun, hanım əllə, yar hanım əllə dostum. Aman aman ceyran balam güldanı, anan icazə versən, gəl mənimlə, gəl sən mənimlə güldanı. Anan icazə versən, gəl mənimlə, gəl sən mənimlə güldanı. Anan icazə versən, gəl mənimlə, gəl sən mənimlə güldanı. O gün olsun ki səni məclisi səhvada görüm. O gün olsun ki səni məclisi səhvada görüm. Yenə dəstində qədər meylivimin adə görüm. O gün olsun ki sərin kuy və düşsün güzərim. O gün olsun səri kuy və düşsün güzərim. Özümü izzət ilə cənnətimə var görüm canım. Bu təmənnadayam ey ki şəhidim mən olum. Bu təmənnadayam ey ki şəhidim
təmənnada görüm. Gecə baxma ne kadar, gecə baxma ne kadar, aynaya şu misada, təhvizin ailəsin, zülfü şabasan, seyida, doğranın ağrıyım kimi bu dilizaya. Eğer o Yusuf'u mən bəzmizini falda görürüm. Aman, 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 yarım aman, 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 elden elden yarım, yazı, yazı, güzelim ürəkdən bağlıyam sənə, əziyyət verərmi sevən sevənə. Güzelim ürəkdən bağlıyam sənə, əziyyət verərmi sevən sevənə. Yandırdım qəlbimi yaman, ey qaşları kaman, gəl eşqimə inan yar, sensiz yaşayan merem, ey sevgili canan, gel eşkime inan. Seni görmeyende fenadır halım, intizarda koyma gel qadan alım. Seni görmeyende fenadır halım, intizarda koyma gel qadan alım. Yandırdın qəlbimi yaman, ey qaşları kaman, gel eşqimə inan yar, sensiz yaşayan merem, ey sevgili canan, gel eşkime inan. Yandırdın kalbimi yaman, ey kaşları kaman, gel eşkime inan yar, sensiz yaşayan merem, ey sevgili canan, gel eşkime inan. Çox təşəkkür edirik Əlfəz. Mən düşünürəm ki, hal-hazırda canlı olaraq burada izləyən hər kəs və ekran qarşısında çox dəyərli tamaşaçılarımız da könüllərimiz şur kimi açıldı. Çox sağ olun. Çox minnətdarıq. Gəlin zəhmət olmasa, gəlin bahəm olaq. Ümumiyyətlə, əziz tamaşaçılarımız, əziz dinləyicilərimiz, poeziyanın dili ilə desək, bu həyatda elə bir şeylər var ki, gözünü yumsan belə görə bilərsən. Qulaqlarını tutsan belə eşidə bilərsən. Mən düşünürəm ki, buna bugün yalnız Azərbaycan muğamı vəsilə olur. Bax, bu duyğunu tam olaraq yaşamaq. Ümumiyyətlə, hər muğamımızın özünün bir təsnifatı var, bir bədii yükü var, fəlsəfi gücü var. Amma söhbət şuradan gedirsə, düzdür, bəlkə də bu sualın cavabını 100 dəfələrlə almışıq, amma fərqli cavablarımız da olsun da. Hər sənətkarın özünün qatdığı bir duz var. Məcazi anlamda desək, şurun təsnifatına gəlin, varaq, şur sizin üçün. Səhərə xanım, çox sağ olun, minnətdaram. Siz sağ olun. Doğrudan da, yəni muğamların bayaq söhbət elədik, hər biri ayrı xarakterdədir. Aha, bəli. Və hər biri insana, o baxır insanın halına, məsələn, Seygaha köylənmək, Şura köylənmək, Rasta köylənmək. Şur muğamı ümumiyyətlə mənim, bütün muğamlar mənim üçün əzizdir, doğmadır, amma Şur muğamı mənim üçün onun ayrıca bir yeri var. Şur muğamı adından da göründüyümüz Şura gəlmək. Bəli, bəli. Məsələn, lirik notlara köklənmək. Yəni bu mənada Şur muğamının xüsusi yeri vardır.
Biz davam edəcəyik. Deyir sözünüzü bağlan kəsək ki, az əvvəl adına şəhidimiz bizim çox dəyərli sənətkarımız, ümumiyyətlə Naxçıvan o torpağı, düzdür, elin o başı bu başı olmaz, amma hər bölgəmizin özünün Azərbaycan mədəniyyətinə, musiqi mədəniyyətinə, ədəbiyyatına, ümumiyyətlə elminə qatdığı çox böyük ziyalılar var. Söhbət Naxçıvandan gedirsə, bugün Naxçıvan torpağından gedirsə, orada doğulub boya başa çatan bizim çox dəyərli ustad sənətkarımız Əkrəm Müəllim Məmmədlidən indi hal-hazırda canlı olaraq telefon xəttindədir. Əkrəm müəllim, hər vaxtınız xeyirli olsun. Ay, salam əleykum. Xoş eşitdiniz səsiniz, bizim çox dəyərli sənətkarımız. Hal-hazırda Naxçıvan Dövlət Filarmoniyasının qonaqları çox dəyərli musiqi, sənət xiridarları ilə canlı ünsiyyətdəyik. Siz də Naxçıvan torpağından yetirmələrindənsiz. Gəlin sizi də eşidək, bu günümüzü işıqlandıraq, sizin sözünüzlə, söhbətinizlə sənət dohamızsınız bizim. Buyurun Əkrəm müəllim. Naxçıvan musiqisi haqqında, Naxçıvan Azərbaycanın hər güşəsində olduğu kimi, Naxçıvanda da uzun əsrlərdə bundan qabaq, ki 10-cu, 12-ci əsrdən belə bizdə sənət olubdur, sənətkarlıq olubdur. İndi biz bunların hamısını bir tarix danışmayaq. Müasir dövrümüzdə, məsələn, tutaq ki, son 40 ildə, 50 ildə olan sənətkarlar haqqında demək olar. Gözəl müğənnilər yetişibdir Naxçıvan torpağında. Bu müğənnilərdən Abdullah Babayev olubdur, Nəbəni deyirdilər, Nəbi. Bundan sonra, ondan da qabaq olubdur. Sonra hal-hazırda Naxçıvanda gözəl müğənnilər var. Qurban Qasımov, Günər Əliyev. Bunlar Naxçıvan üçün gözəl o bir xanəndəlik məktəbini öyrənmiş adamlardılar. Bunlar xanəndəlik də inkişaf edibdir, vokal da inkişaf edibdir. Məsələn, gözəl vokal ifaçlarımız yaranıbdır Naxçıvan torpağında. Naxçıvanda tarzənlər, Naxçıvanda məsələn 50-ci illərdə Naxçıvanda elə bir tarzən olub ki, əvəzsiz Kamil Abdullayev, məsələn Kamil İbrahimov bizdə olubdur. Azərbaycan Xalq Şairləri Orkestrinin solisti olubdur. Naxçıvanda gözəl kamançı çalanlar olubdur. Kamil Məmmədov. Ondan sonra Ələsgər İsfəndiyarlı. Naxçıvan torpağında bu bizim milli musiqimizdə çox böyük həvəs olubdur və bu musiqimizin inkişafında da çox rol oynayan gözəl sənətkarlar olub. Mən bu adlarını çəkdiyim bu insanlar hamısı gözəl sənətkarlar olubdur. Doğrudur. Və bunları daha da işıqlandırmaq lazımdır. Daha çoxdur. Naxçıvan öz muğam sənəti ilə də, Naxçıvan öz teatr sənəti ilə də, Naxçıvan öz vokal sənəti ilə də özünə layiq yer tutmuş bir məkan olubdur. Nə gözəl. Naxçıvanın gözəl müəllimləri olubdur. Xor sahəsində çox inkişaf edibdir Naxçıvan. Məmməd Məmmədov Naxçıvanın ilk xor ansambl sahəsini inkişaf edildiribdir. Rəşid Məmmədov, Məmməd Ələkbərov, bunlar hamısı Naxçıvanın musiqi mədəniyyətinə töhfə verən, onu inkişaf edildirən insanlar oldular və gözəl sənətkarlar oldular. Çox təşəkkür edirik Əkrəm müəllim. Sənət sizin kimi böyük şəxsiyyətlərin hesabına yaşanır və çox sağ olun ki, siz bizə dünəni xatırlatdınız. Doğrudan da bugün tamdırsa, bugünkü saadət, söhbət sənətdən gedirsə, musiqi mədəniyyətimizin bu işıqlı sabahından gedirsə, dünənə borcludur. Yaşayanlara can sağlığı diliyirik, dünyasını dəyişənlərə Allahdan rəhmət diliyirik. Və biz davam edirik, əziz tamaşaçılarımız, əziz qonaqlarımız. Şurdan danışırıq, Şurun təsnifatından danışırıq. Şurun yeri gəlmişkən neçə rəngi var? Şurada rənglər çoxdur. Hamısı ən da çox mən oxunur, deyərdim ki, eləmi? yəni mahnılar, istər bəstəkar mahnılar olsun, istər xalq mahnılar olsun. Ən çox yəni Şurla adındadır. Ən çox Şurla adında. Amma rənglər belə baxanda rənglər çoxdur. Yəni o sahə hesabı yoxdur. Aşıq havalarda Şurla adında çoxdur, kifayət qədərdir. Ümumiyyətlə, bir arada nigarançılıq var idi ki, indi biz bilirik ki, 7 əsas muğamımız var, amma 12 muğamdan 7-si qaldı. Amma bir nigarançılıq var idi ki, məsələn, muğamlarda çıxdaş olunan şöbələr var. Məsələn, bugün də o varmı, yoxsa... Çıxdaş olunan şöbələr sayılır. Ya bayaq da ki, çıxdaşlıqdan da başqa az oxunan şöbələr var. Varmı bugün belə bir qayğımız muğam sənətində? Bilirsiniz, yəni muğam mövzusu, bilirsiniz də, muğam bayaq mən qeyd elədim, Üzeyir Hacıbəy. Demək, 18-ci əsrə qədər Şur muğamının
göstərdilər ki, yəni 30 şöbə və guşədən ibarətdir. Bəli. Yəni orada lazımsız şöbələr və guşələr vardı. O yorucu olurdu. Həm də fikir tamamlanmırdı. Necə ki biz deyirik şərq musiqisi musiqisidir muğam. İndi biz qulaq asırıq məsələn Yaponiyada da var, məsələn deyək ki Hindistanda da var, Bəli. Ərəbistanda da var, Bəli. qonşu İranda da var. Yəni o xalqlarda var. Amma onların muğamında bitkin bir fikir yoxdur. Amma Azərbaycan muğamı deyək ki mayədə başlayır, bir də inkişaf eləyərək gedərək, bir də yenə gəlir mayədə tamamlanır. Amma şərq muğamlarında bunu biz müşahidə eləmirik. Ona görə də Azərbaycan muğamları şərq muğamları arasında ən təkmilləşmiş muğamdır. Doğru. Yəni o guşələrə gəldikdə, o lazımsız guşələri Üzeyir Hacıbəyov bizim dəyərli sənətkarımız, bizim muğamımızın sütunu olan Seyid Günüski ilə yəni mübadilə apararaq, fikir mübadiləsi apararaq o guşələri çıxardıblar. Yəni lazım bilməyiblər ki, o guşələr konkretləşdiriblər. Aydındır. Yəni çıxdaş olunan şöbələr yəni indi yoxdur, yəni deyə. Burada ümumiyyətlə həm də bir sevindirici məqam ondan ibarətdir ki, əziz qonaqlarımız, ümumiyyətlə bizim muğamımız bəlkə də ona görə belə fikrinizə qüvvət olaraq bu fikrin davamı olaraq gətirirəm bu fikri ki, ona görə belə güclüdür, rəngarəng ki, bizim klassik ədəbiyyatımız çox güclüdür. Qəzəliyyatımız maşallah var. Oxu qurtarmır. Hələ bəlkə də o qədər Allah rəhmət eləsin Tələt Qasım ruhunu anıram buradan. Deyirdi Səhərə xanım, o qədər deyirdi qatı aşılmamış qəzəllər var. Gəlsinlər xanəndələr, öyrənsinlər məndən, götürsünlər məndən. İndi biraz da yarancılıq var xanəndələr. İndi ərəb-fars tərkibli qəzəllər var. İndi əlbəttə o dövrün gətirdiyi bir tələbat idi. Amma düşünürəm ki, öyrənmək üçün heç vaxt gec deyil. Gec deyil. Öyrənsən sözə də, fikrə də, elə oxuduğun muğama da həmişə hakimsən. Mən düşünürəm ki, Naxçıvan muğam məktəbi, musiqi məktəbi bax bu zərin zorun öhdəsindən şücaətlə gəlir. Deyir, görünən dağa nə hacət, hə? Buyurun, davamımız varsa. Bizim Naxçıvan doğrudan da elə bir bölgədir ki, orada musiqi məktəblərinin çox gözəl fəaliyyətləri var. Yəni, belə deyək, musiqi məktəblərinin fəaliyyəti məqsədi sənətlər, deyək, tarix ixtisası olsun, bütün ixtisaslar üzrə inkişafının olunması deməkdir. Onun irəli çəkilməsi, belə deyək, orada yaşayan insanların çox istedadlı övladlar var, çox istedadlı müəllimlər var, çox istedadlı ifaçılar var. Sadəcə onların elə bir gözəl konsertlər təşkil olunur həqiqətən orada ki, o konsertlərdə biz gördüksə doğrudan çox xoş olur. Sadəcə onların belə deyək, ümumi Azərbaycan səviyyəsində görüntülənməsi həqiqətən çox vacibdir. Mən belə düşünürəm. Bu istənilən dövr üçün. Yəni inşallah zaman-zaman inanıram ki, onlar da olacaq və olur da təbii ki. Səhərə xanım, mən Atabəy müəllimin sözünə bir əlavə eləmək istəyirəm. Yəni Naxçıvanda doğrudan da, yəni Əkrəm müəllim də qeyd elərdi, bütün tarixi danışdı. Gözəl musiqiçilər olub. Mən indi səs haqqında danışıram, xanəndə olaraq, yəni ixtisasıma uyğun. Amma Atabəy müəllim, Əkrəm müəllim qeyd elərdi. Yəni istər tarzənlər olsun, istər kamança ifaçıları olsun, istər balaban ifaçıları olsun, nağara ifaçıları olsun və Əyyub müəllimin özü də əyləşib Naxçıvan nağara məktəbinin yetirməsidir. Ümumiyyətlə biz az əvvəl dedikdə Naxçıvan torpağı Azərbaycan ədəbiyyatına da, musiqi mədəniyyətinə də çoxlu töhfələr verib, böyük şəxsiyyətlər bəxş eləyib və hal-hazırda onun biri bizim çox dəyərli, çox sevdiyimiz ziyalımız Nazim müəllim Kazımov telefon xəttindədir. Mənə dedilər, Nazim müəllim, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir. Sizin də səsinizi xoş eşitdik. Nazim müəllim, necəsiz, necədir əhval-ruhiyyəniz? Biz Naxçıvan torpağının, o əsrarəngiz torpağının ab-havasındayıq. Muğamının havacatındayıq. Əlbəttə, siz də çox sağ olun. Bu torpağın çox layiqli, çox istedadlı, çox hörmətli, belə deyək də, ziyalılarındansınız. Sizin də fikirlərinizi alaq. Naxçıvan musiqi mədəniyyəti, muğam məktəbi, Azərbaycan musiqi mədəniyyəti ümumiyyətlə hansı töhfələri bəxş edib? İndi biz az əvvəl Əkrəm müəllimlə danışdıq, o kifayət qədər dünəni ayna tutdu. Amma bugünümüzü siz işıqlandırın, buyurun. Naxçıvan musiqi mədəniyyətinə, ümumiyyətlə Azərbaycan musiqi mədəniyyətindən Naxçıvan musiqiçilərinin, bəstəkarlarının, ifaçılarının böyük rolları olubdur. Mən bizim böyük bəstəkarlarımız Nərman Məmmədov, Ramiz Bilişli haqqında demək olar, onu bütün Azərbaycan tanıyır. Ancaq Naxçıvan musiqi mədəniyyətində xanəndəli sahəsini götürəndə bizim Hüsnü Qubadov, xalq artisti Abdullah Babayevdən başlayaram və qeyd edim ki, Naxçıvanda
1975-ci ildə Orta İxtisas Musiqi Məktəbi, yəni Musiqi Kolleci deyildi, yarandı. Mən də o qəbul imtahanlarında bir neçə xanəndəni qəbul etdik və o xanəndələrə Asasinalı məktəbini bitirmiş Bilgən Məhərrəmov, Allah rəhmət eləsin, o çox gözəl tələbələr yetişdirdi. Onun tələbələrindən bu saat Bakıda da oxuyanlar var, Naxçıvanda da ifaçılar var. Mən onlardan qeyd etmək istəyirəm ki, Bilgən Məhrəmov Seyid Şünskin tələbəsi Nərman Əliyevin sinifini bitirmişdi və o yolu Naxçıvanda Musiqi Kollecində davam etdirdi Bilgən müəllim. Demək, onun tələbələri də Nərman müəllimin yolunda oxuyurdular. Mən qeyd edim ki, Naxçıvanda Qurban Qasımov, Hünər Əliyev adlı Hünər müəllimsi adı Qurban müəllim rəhmətəyev. Onların da böyük xidməti var o tələbələrin yetişdirməyində. 4-cü muğam müsabiqəsinin qalibi, 1-ci yerin qalibi bizim demək Binnətzadə Sərxan məhz Hünər müəllimin, Qurban müəllimin yetişdirməsi idi. O 1-ci yeri götürdü. Sonuncuda bizim Rəna Səfərəliyeva iştirak edirdi 9-cu muğam müsabiqəsində. Onun da müəllimləri Əbufəz müəllim olub, Nuriyə xanım bildiniz Naxçıvan torpağındandır. O da onun müsabiqədə inkişafında rolu oldu. Və çoxlu bizim belə xanəndələrimiz olub. Mən və Əkrəm müəllimimiz Səfər Rəcəbov, o tar müəllimimiz idi. 6 ay ondan dünya işinə xəsrət olan adamdır. Ancaq o da Naxçıvanda el şənliklərində həm də oxuyurdu. Çünki muğamı gözəl bilirdi. Mən uğurlar arzulayıram. Əbufəz müəllim özü də bugün, o da kollec özü müddət işləyib. Onun da yetirmələri çoxdur. Və mən qeyd edim ki, Abdullah Babayevin Vahid Axundova yazdığı O Naxçıvandır, Naxçıcahandır, Azərbaycandır. Bu ulu öndərimizin də ən sevimli mahnısı. Çox sevdiyi, bəli. Bu Naxçıvan mahnısı idi. Özdə Abdullah Abbasovun, Abdullah Babayevin ifasında ona ləqəbi Aban deyildi. Amma Abdullah Babayev çox gözəl sənətkar və o mahnını da biz hamımız sevirik onun ifasında qulaq açmışdı. O mahnılarla mən də Naxçıvanda böyümüşəm və mən uğurlar arzulayıram. Çox təşəkkür edirik. Çox sağ olun. Minnətdarıq Nazim müəllim. Bu dəyərli fikirlərə görə, bu bizə ötürdüyünüz bu yaddaşa görə çox minnətdarıq. Sizə də can sağlığı arzulayırıq. Yaşayın, yaradın. Sabahımız yenə də deyirik ki, sizin kimi böyük şəxsiyyətlərin hesabına yaşanır. Doğrudan da bu işıqlı söhbətlər neyini könlümüzdə gül açdırır. Açdıraq gülü, hə? Yenə də çox dəyərli Məcud Hüseynov balamızı dəvət eləyərkən gül açdı. Qalxmansı. Amma Nəqşi Cahandırı, bilmirəm, bugün repertuarda yoxdursa da olsun. Xahiş edirəm. Yoxdur, əlavə eləmək olar. Mütləq eləyək. Olar, eləməsək. Bəli, Naxçıvanın emblemi. Doğrudan da istedadlı xalqıq. Baxın, sevgimizi bütün formalarda təqdim edirik də. Mahnıda, nəğmədə, bayatıda, sözdə, şeirdə, qəzəldə. Bunun artıq nə ola bilər ki? Buyurun, gəlin dinləyək. Buyurun. Bela
bütün ömrün yatıb aləmdə o, bidar deyil. Nə bilər çəngü dəfi ta, neyin naləsini, nə də o ləhv muğamata, xiridar deyil. Əcəb ol şəxsidir ruhində qida, musiqidir. Nə qəmi qüssəyə, nə dərdə giriftar deyil. Bizim əzdadımızındır bu gözəl musiqimiz. Bunları bilməyən əlbəttə xəbərdar deyil. Deyiniz haciyəsiz, Allah rəhmət eləsin Hacı Baba Hüseyin Ağabəyzədə. Deyiniz haciyəsiz, böylədir adətlərimiz. Qoymarıq məclisə kim, əsl sənətkar deyil. Bir günü aşığıyam. Ay aman 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 bülbülü şeyda kimime yok əcəb şamı səhər nalə zarı vardır aman 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 gülüm naz elə bak ay 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 belə naz elə bax məni yandırıb yapma məni yandırıb yapma məni yandırıb yapma məni yapma. Çox sağ olun, çox minnətdarıq əziz musiqiçilərimiz. Məcid balamızın Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistidir Məcid Hüseynov. Neçə yaşı var? 15 yaş. Amma 15 burada bir məqam var. Həmişə eşitdiyimiz və yaran qaldığımız bir keçid dövrü Keçid məsələsi dövrü, var. Hə, bax, bu ələkdən nə Onun qədər ərəfəsindədir. Ərəfəsində. Amma ehtimalınız nə deyir ümumiyyətlə bir müəllim olaraq? Tutaq ki, Bilirsiniz, mən ustadlardan eşitmişəm, yəni bu xanəndələrdən eşitmişəm ki, yəni irsən keçir səs əsasən, yəni irsən olan səslərdə, deyək ki, babasında olub səs, keçibdir buna. O səs dəyişsə də o qədər yəni itmir. Amma bir də var ki, təsadüfən olan səslər. Uşaq, məsələn, şagirdlər biz gəlir, musiqi məktəbində işlədiyimizə görə deyirəm. Uşaq səsi onsuz da zil pərdələrdə olur. bəli. Amma keçid dövrü ki olur, o keçid dövründə baxsan ki, o səslər itdi. Hə, belə ürək ağrıdan məqamlar Yəni da güman var, edirik yəni ki, səsi qalacaq. Yəni babası bunlar da tanınmış irsi. xanəndələrimizdən olub, ya necə? Yoxsa Naxçıvanda? Yox, el şənliklərində məsələn Yəni, bəli. oxuyubdur, bəli. Yəni səsi olubdur. Deməli, onda, hə, bax, bunu mən təzə öyrəndim. Gen yaddaşı ilə gələn səslər Mütləq, az bəli. ehtimallarda yoxa Bəli, çıxa bəli. bilir, eləmi? Bəli. Səsiniz həmişə pərvazlansın. Ucalıqdan gəlsin. Məcəmdə çox təşəkkür edirik. Bəli, bugün əziz qonaqlarımız bir daha yaddaşını deyirəm ki, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri, canlı olaraq onları dinlədik. Amma hal-hazırda BUTA Naxçıvan ansamblı, bədii rəhbər Əbülfəz bəy bu ansamblın. Yaşayın, yaradın, sizi böyük sevgi ilə yola salırıq və yenə də bizə yeni qoşulan əziz tamaşaçılar, əziz ovqat sevərlər. Əziz ovqat sevərlər, təkrar xoş gördük sizin hər birinizi. Vətən torpağının ab-havasındayıq. Əlbəttə ki, muğamın, sözün və ovqatın gücü ilə Naxçıvan torpağını elə bilirəm ki, bu bizə ayrılan vaxt müddətində bağrımıza basmaqla məşğuluq. Mən elə düşünürəm. Və o Naxçıvandır, Nəqşicahandır. Bəli. Dedilər, günah olar eşitməsə sizdə. Mən sizi zəhmət olmasa
səhnəyə yola salıram. Madam ki, gözəl bir qəzəliyyata kökləndik. Bəli, əziz tamaşaçılarımız, oradan da çörəklə yaşamaq azdır. Mənəvi tələbatı ödəmək bu günümüz üçün hünərdir. Biz az əvvəl dedik, Naxçıvan torpağı çox fikir, söz sərrafları bizlərə bəxş edib. Azərbaycan ədəbiyyatına Cəlil Məmmədquluzadəni bəxş edib. Onun ibrətamiz bir fikri var, deyirdi, əslini danan haramzadədir. Doğrudan da bugün mənəviyyat aləmizi bürüyən o qədər tüstülər var ki, bax, o tüstülərdən arınmaq və qorunmaq yalnız muğamın və ədəbiyyatın gücü ilə və ən əsası yaddaşın gücü ilə mümkündür. Xalq şairimiz ruhunu sevgi ilə anıram. Zəlmixan Yaqubun bir poeziya nümunəsini bu dəqiqələr üçün xatırlatmaq yerinə düşər və sonra əl-ələ verək, səs-səsə verək, gedək deyir. Zəlmixan Yaqub, bəli, 100 ildən sonranı düşünürəm mən, 1000 ildən sonranı düşünürəm mən. Bu qoca dünyada nələr olacaq? Yenə də beləcə axşam düşəcək, yenə də beləcə səhər olacaq, yenə də arılar bal daşıyacaq, yenə də ilanda zəhər olacaq. Əslimiz, nəslimiz yaşamaq üçün yenə kənd olacaq, şəhər olacaq. Şəhər var, açılıb gülə dönəcək, şəhər var, qovrulub külə dönəcək. Kənd var, çiçək açıb gözəlləşəcək, kənd var, göz yaşları selə dönəcək. Dünyada heç kəsin boş qalmır yeri. Gedənlər getsə də, gələnlər gəlir. Ömrünü torpaqla, atəşlə, suyla, yağışla, havayla bölənlər gəlir. Yenə göy güləcək yağışlarıyla, yenə qar, yenə yer güləcək yağışlarıyla. Bu dünya həmişə gözəl olacaq. İnsanın dünyaya baxışlarıyla 100 ildən, bəli, sonranı düşünürəm mən. 1000 ildən sonranı düşünürəm mən. Bu qoca dünyada nələr olacaq? Yenə də oynadacaq sevinç atını, yenə daş ürəkli kədər olacaq. Torpağı su basıb, sel aparanda insanın zəhməti hədər olacaq. Bu dağlar yenə də çiçəklənəcək, igidlər yenə də igidləşəcək. Göyçəklər yenə də göyçəkləşəcək. Mən də qarışacağam qara torpağa, sellər aparacaq. Bəlkə qəbrimi, məzarım hardadır bilinməyəcək. Bircə təsəllim var, bəli, bircə təsəllim var. Eşqim ürəkdən, adım yaddaşlardan silinməyəcək. Buyurun. Ana yurdum, hər daşına üz qoyum, hər dərəndə çaldığım saz yaşayır. Kimi sənin içində, sən kiminin şöhrətini yaşadan az yaşayır. Bu gileydən qəlbim yaman xallanır. Çox ünvanda qaçaq tərif yollanır. Bir ağlım budağından sallanır. Neçə ağlı dayaz yaşayır. Gülüm bir də görüşünə yubansan, adımı tut, harda dağlar dumansan. Gözünü sür, hansı daşda su yansa, o daşaqda Məmməd Araz yaşayır. Dağlarını bulud qucan daşlarından kəhli uçar, kəhli uçar. Dağlarını bulud qucan daşlarından kəhli uçar, kəhli uçar. Tarlaları ətir saçan, ətir saçan, ətir saçan. Sinəsindən arpa çayı, ətəyindən araz keçən hansı məkandır? Naxçıvandır, Nəqşi cahandır, Azərbaycandır. O Naxçıvandır, ay balam, Nəqşi cahandır, Azərbaycandır.
Badamlısı zor bulağım, zor bulağım. Ordu bakır meyve bağı, meyve bağı, meyve bağı. Şanlı yiğitler diyarı dəvət edər hər qonağı hansı məkandır? Naxçıvandır, Nəqşi cahandır, Azərbaycandır. Naxçıvandır, ay balam, Nəqşi cahandır, Azərbaycandır. Naxçıvandır, Nəqşi cahandır, Azərbaycandır. Naxçıvandır, ay balam, Nəqşi cahandır, Azərbaycandır. Çox təşəkkür edirik. O Naxçıvandır, Nəqşicahandır. Elə bilirəm ki, ümumiyyətlə ovqat durulur. Öz qəribə bir ahəngini tapır bu nəğmə ilə canlı-canlı üzbəüz qalanda. Biz davam edəcəyik əziz qonaqlarımız. Amma hal-hazırda əməkdar incəsənət xadimi Nazim Əlim Quliyev hal-hazırda telefon xəttindədir. Nazim Əlim, səsinizi xoş eşitdik. Hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyirli olsun. Qədim diyardan, Naxçıvan torpağından, musiqi mədəniyyətindən söhbət açmaqdayıq və çox sağ olun ki, dəyərli sənətkarlarımız, sizin kimi ziyalılarımız bu etibarı çox müqtədir şəkildə davam elətdirirlər. Sizin də fikrinizi eşidək bu günümüzlə bağlı. İlk növbədə Naxçıvandan sizə salamlar. Çox təşəkkür edirik. Naxçıvan musiqi mədəniyyətinin əsas inkişaf dövrlərini şərq üslublarının fəaliyyəti təşkil edir. Yəni bu şərq üslubları istər toy məclislərində, xalq şənliklərində bizim xalq mallarımızı, rəqslərimizi, muamlarımızı təbliğ ediblər və inkişaf etdiriblər. Hələ 1844-cü ildə İran şahının sarayında xanəndə olan Səttar adlı xanəndə Naxçıvana köçür və Naxçıvanda fəaliyyət göstərir. O qədər gözəl, bilikli, savadlı xanəndə idi ki, onun məclislərinə hər yerdən gəlirlər. Eşidəndə ki, Səttar oxuyacaqdır və bütün bölgələrdən gəlib onun səsinə qulaq asırlar. Və Naxçıvanda bir xanəndə də var idi həmin dövrdə, Zəfər adlı xanəndə. Səttarla bir yerdə bunlar deməli xanəndəlik edirlər, məclislərdə, konsert salonlarında iştirak edirlər və bu muğam sənətini inkişaf etdirirlər. 1920-ci ildən başlayaraq Naxçıvanda muğam həvəskarı olan Süleyman Süleymanov Cümə Gülləri xanəndələrin məclisini keçirir. Və burada məşhur Naxçıvan xanəndələri Məşədi Əsəd, Həsənqulu, İdris adlı xanəndələr bu məclislərdə iştirak edirlər və bu sənəti inkişaf etdirirlər. Bundan sonra hamımızın tanıdığımız Abdullah Babayev, sonra xalq artisti, şöhrət ordenli Abdullah Babayev bu sənəti Naxçıvanda inkişaf etdirir və beləliklə şərq üslublarının deməli iştirakı ilə Naxçıvanda xanəndəlik sənəti inkişaf edir. Mən bir onu qeyd etmək istəyirəm ki, Bilgən Məhərrəmov Naxçıvanda ilk professional muğam məktəbinin əsasını qoydu və beləliklə onun yetirmələri Qurban Qasımov, Hünər Əliyev, Vilayət İsmailov, Elman Hacıyev, bunlar həmin muğamı ondan öyrənərək özləri də tədris elədilər bu sənəti və deməli onların yetirmələri bu gün Sərxan Bünyadzadə, Əbülfəz Məmmədli, Zülfüqar Mahmudov bu gün həmin yolu davam etdirirlər. Və çox layiqincə davam etdirirlər bu yolu. Çox şükürlər olsun. Çox təşəkkür edirik Nazim əmi. Çox sağ olun. Bu zəngə görə nə yaxşı adını çəkdi. Unutqanlığıma görə üzr istəyirəm Abdullah müəllimin. Ovqat elə çox qəribə neçənci illər olardı? 2008, olardı bəlkə də 2007-ci illərdə. Abdullah müəllim, biz Naxçıvanda evində bu ovqatı canlı olaraq ərsəyə gətirmişdik. Ruhu şad olsun. Çox dəyərli sənətkarımız idi o bizim. Nə qədər gözəl, şirin, baməzə söhbətləri var idi. Siz qeyd elədiniz, Nazim müəllim də qeyd elədi. Mən Nazim müəllim özlərini minnətdarlığımı bildirirəm. Ki, yəni bizim böyük sənətkarlarımızın adını qeyd elədi. Doğrudan da Abdullah Babayevin Naxçıvanda səs məktəbində xüsusi rolu vardı.
Bəli. Abdullah Babayevin xüsusi bir enerjisi vardı. Yəni səhnə mədəniyyəti, xüsusi bir enerjisi, idarə etmə qabiliyyəti. Çox yüksək idi, Yəni bəli. necə ki biz Əlbaba Məmmədova örnək götürürük. Doğrudan çox Mən koloritli bir Abdullah Babayev şəxsiyyət idi. doğrudan da yəni o Allah rəhmət eləsin. enerjiyə sahib bir insan idi. Həm də gözəl səs tembri var idi. Bəli. Elə indi ifa elədiyi mahnı da onun ifasında Repertuarındandır. Naxçıvanda, Azərbaycanda sevilmişdi. Davamçılarından, varislərindən, yəni ailəsindən Onun çıxan bəli, onun oğlu, oğlu bəli, Azərbaycan bilirəm ki, bəli. Respublikasının əməkdar artisti, gözəl Tarif tarifatçısı artistidir, Zeynalabdin bəli. Babayev. Həm Həm də xanəndəlik baxımından deyirəm, o səsin davamı Yox, oldu mu? xanəndəlik bax, nəvəsi var, o sənətin nəsə arxasıca getmədi, amma gözəl səsi var idi. Belə öz adını daşıyırdı Abdullah Babayev. Bugün çox yaxşıdır, sənətə həmişə meyillənirik. Amma tar var, kamanımız var, müxtəlif milli musiqi alətlərimiz var, xanəndəlik sənəti var. Daha çox meyil Naxçıvanda hansı istiqamətdədir? Dəyərli Atabəy müəllim. Daha çox ümumiyyətlə belə deyək, o səs olaraq xanəndə sevgisi daha çoxdur əslində. Amma məsələ bizim bölgələr olaraq Şahbuz rayonunun Çolanı kəndi, bir də Keçil kəndi sanki Qarabağın necə deyim axı parçasıdır orada yaşayan insanlar. Bilməm Qarabağdan gəlmədilər, bilməm yoxsa orada yaşayıblar. Yəni nəsildən nəsil çox gözəl səslər var. Balacalarda, orta yaşlı. Şahbuz rayonunun hansı kəndi? Keçili kəndidir. Keçili kəndi. Bəli. Bir də Çolanı kəndi. Çolanlı kəndi. Həqiqətən orada bu gün də məsələn bu yaxınlarda bir 3-4 gün olar bir məclisdə olduq. Orada bir yaşlı insanlar çox gözəl bir ahənglə oxudu. İnanın mən onu qətiyyən o boyda yaşamışam orada bir görməmişdim ki, elə bir insan, elə bir səsi var, tarkamanla oxudu. Yəni çox gözəl xanəndə səsi vardı. Məsələn, balaca uşaqlar var orada. İnanın Allah rəhmət eləsin ustadlara, Qədir Rüstəmov səsləri var orada. Bəli. Çox maraqlı yerdir. Yəni sadəcə o dağ zonadır, qıraq biraz necə deyim, uşaqlardır. Üzə çıxartmaq lazımdır. Xahiş edirik, çıxardın da siz üzə. Bax, gətirin bu ovqatda, elə bu canlı Azərbaycan Dövlət Televiziyasında gəlin təqdim eləyək, həvəs, məqsəd daha çox güclənsin onlar üçün. Yəni sənət belə yaşanır da, bəli, sizin kimi. İnşallah yaxşı olur. Atabəy müəllim Şahbuz rayonunu qeyd elədi. Ümumiyyətlə bizim bütün bölgələrimizdə gözəl səslər var, gözəl musiqiçilər var. Bizdə yəni Şahbuz regionundan söhbət gəlsə, saz sənəti orada məşhurdur. Şahbuzda. Bəli, Şahbuzda. Orada məsələn bir nəfərin adını mən qeyd eləyə bilərəm. Onun hətta Atabəy müəllimlə də elə bilirəm onların qohumluq əlaqəsi olubdu. Sərraf Qasım deyilən bir şəxs olubdu. Onun hətta indi adını qeyd elədiniz, onun şeirini səsləndirdiniz. Bizim xalq şairimiz Zəlimxan Yaqubundan onun dəyişməsi olubdu. Yəni elə istedadlı bizim şəxslərimiz var. O bölgə ümumiyyətlə yəni saz, söz, dastançılıq, yəni belə meyilli bəli, saza, sözə, sənətə yəni çox meyilli tərəf var orada. Çünki mən sizə deyim, Naxçıvan şəhərində belə deyək, saz ümumiyyətlə təməli bilirik, sazın folklor musiqidir, çox qədimdir. Amma sazın məktəb olaraq Naxçıvan bölgəsində Şahbuz rayonunda musiqi məktəbində 92-ci ildə mənim atam tərəfindən tədris olunması üçün. Atanızın adını soyadını? Atam Vahid Qurbanov. Babam da Bayram Qurbanov olub. Babam Bayram Qurbanov mədəniyyət şöbəsinin o zaman rəhbəri olub və Şahbuz rayon musiqi məktəbinin ilk belə deyək 69-cu ildə sentyabrın 1-də öz əmri əsasında açılıb o musiqi məktəbi və fəaliyyət göstəribdir. Çox sağ olun. Ustad Əhməd olub xanəndə. Onun haqqında belə bir fikir eşitdim. Deyir, axşamlar şər qovuşanda tarının sinəsinə bağrına basıb, həyətinin önündə muğam oxuyarmış. Bir balaca Yusif yəqin qonşu uşaq olub, həmişə yaxınlaşarmış. Bura gələn qonaqlarımızın əhvalatlarında əslində bu muğamın poetik təsnifatı haqqında danışırdıq. Orada bir kiçik bir hekayə kimi bu yaddaşımda qaldı, bu balaca əhvalat. Deyir, tarı sinəsinə basırmış balaca Yusif də deyirlər, ustad, niyə deyirlər ki, muğam dərd anladır? Yəni, dərdi daha çox danışır. O isə cavabında deyir, dərdi danışmır, sənin içindəki sirrini danışır. Və yaxud da deyir, muğamda çətin olan nədir? Muğamda çətin olan ustadın təbirincə desə, indi bilmirəm, yəqin ki, dünyasını dəyişib, ruhu şad olsun, sevgi ilə anırıq. Deyir, muğamda çətin olan ürəyi düzgün oxumaqdır. Sözə nə var ki, əzbərləyib danışmağa nə var ki? Amma buradan hiss eləmək lazımdır da.
Ona görə də siz çox sağ olun. Mən düşünürəm ki, elə gördüyünüz işlər də hər bir ürəkdən, qəlbdən gəlir. Mən bunu hiss elədim bugün burada. Yolunuz həmişə açıq olsun. Canınız hər zaman sağlam olsun. Sağ olun, Siz yaşayın ki, sənət böyüsün, çoxalsın. Amma bir sözünüz varsa, bugün sizi izləyən, dinləyən bu saysız tamaşaçılara bir Biz bir daha muradınız Səyyar varsa, xanım, sizə bəli. öz minnətdarlığımızı Yox, bu bizim bildiririk. vəfa borcumuzdur. Gəlin. Mən bunu qəbul Yox, niyə eləmirəm. mən Bəs qeyd olmalı, edeyim? bəli. Bilirsiniz, mən bayaq Bu sevgi hara fikrimdə qeyd getdi? elədim. Naxçıvan ümumiyyətlə musiqiçilərin bura dəvət alması bizim üçün gözlənilməzdir. Ona görə mən sizə minnətdaram ki, yəni bu verilişə Estağfurullah, hər dəvət zaman edirsiniz. gəlin. Hər zaman gəlin. Hər Təbriz zaman olun. bilin ki, əziz qonağımızsınız. Qapımız bacamış, həmişə üzünüzə Allah razı açıqdır. olsun. Çox sağ Əslində biz sizdən yox, elə özümüzdən danışırıq axı. Bəli, əlbəttə ki. Vətəndən danışırıq. Bəli. Muğamdan, sənətdən, ədəbiyyatdan danışmaq, vətəndən danışmaq deməkdir. Az əvvəl söylədim ki, vətənin də o başı olmaz axı. Bəli. Hamımız bir döyünən ürəyik. Cənab prezidentin söylədiyi kimi bir yumruq ətrafında elə sənət camiyyəsində də birləşmək gərəkdir. El bir olsa dağ oynadar yerindən ata sözüdür. Və sonda yenə də sizə söz veririk. Çox sağ olun. Minnətdarıq Sağ gəlişinizdən olun. dolayı. Siz Yenə sağ də görüşmək ümidi ilə tamaşaçılar, əzizləyicilərimiz bir görüşün də sonuna beləcə gəldik. Bəli, Naxçıvan torpağından, bu torpaqda böyüyən, ucalan və bugün də öz tərəqqisini tapan muğam sənətindən, musiqi sənətindən çox dəyərli qonaqlarımızın sayəsində söhbət açdıq, canlı ifalar dinlədik və bu görüşün davamı olsun o istəyindəyik. Sədi Şirazinin gözəl bir fikri var, deyir, ey Adəm balası, sən kimsən axı? Bir ovuc sudan və torpaqdan ibarətsən, axır əvvəl öz əslinə qayıdacaqsan. Əslinə danan da az əvvəl Cəlil Məmmədquluzadənin təbirincə desək, həramzadədir. Yəni o duyğulardan həmişə uzaq olaq, həmişə arınaq, həmişə təmizlənək, durulaq, aydınlaşaq. Biz bu dünyaya, əziz tamaşaçılarımız, göz açanda anamızın beşi başında laylasını eşidirik də. Bu dünyadan köçəndə də Allah gecindən versin deyək, üstümüzdə oxunan dua da muğam üstündədir. Deməli, ölümlə olum arasında elə yaşamalısan ki, bu muğamın ucalığı qədər uca yaşaya biləsən, yəni onun ucalığına xələl gətirə bilməyəsən heç bir vədə. Allahın amanında olun. Yenə də muğama köklənək. Əbülfəz bəy, çox təşəkkür edirik. Sevgisiz göz çiçek bitmez öyküm. İnsan muradına yetmez öyküm. Sevgisiz göz çiçek bitmez öyküm. İnsan muradına yetmez öyküm. Nədəndir bilmirəm, getməz könül başımdan sevdası büyük məhəbbətin başımdan sevdası büyük məhəbbətin bu dərddən eyləsin Luğmanın əli əlimə değməmiş cananın əli döydü qapımızı hicranın əlini budurmu vəfası büyük məhəbbətin budurmu vəfası büyük məhəbbətin büyük məhəbbətin
Ağla gözüm ayrılırsan canandan. Ağla gözüm ayrılırsan canandan. Her kimi görürsen şikayet eyle. Öldün gittin belki yar görmedin. Kabe-i kuyunu ziyaret eyle. Aman can aman İlk dəfə sahildə gördüm onu mən. Gizli bir üşütmə keçdi qəlbimə. İlk dəfə sahildə gördüm onu mən. Gizli bir üşütmə keçdi qəlbimə. Tutmuşdu üzünü mavi xəzərə. O dənizə baxdı mən o gözlərə. Dinmək istədim, dinə bilmədim, dinə bilmədim. Nə edim, bilmədim. Hamı dinsə də